Hadisə, bu hadisə bilirəm ki, hər birinizin ürəyində bir üzüntü yaratdı. Hər birimiz təbii ki, kədərləndik. Hər birimiz üzüldük. Göz yaşları tökən də oldu. Təbii ki, mən şəhid atasının, gəlinini, elə belə deyim də, şəhidin yoldaşını, şəhid oğlunun, həyat yoldaşının qətlə yetirilməsinə bağlı mənim də münasibətlərim oldu. Hamı kimi kövrəldim, üzüldüm. Niyə belə oldu? Nə üçün belə oldu? Niyə görə qaynata öz gəlini məhz liftdə qətlə yetirdi? Suallar çox yarandı da. Hər birimizdə suallar yarandı. Fərqli-fərqli qətlə yetirilən qızın valideynləri bir fərqli cavablar verdi. Şəhidin ailəsi bir fərqli cavablar verdi. Yəni ki, suallar çoxdur. Mən bir yazı yazdım. Təbii ki, o yazını bütövlükdə bir material hazırladım, qoydum Facebook səhifəmə. Təbii ki, mənə də bəzi şeylər yazdılar, o cavabları. Mən o yazını məhz oxumaq istəyirəm. Qaynatası tərəfindən qətlə yetirilən şəhid arvadı nöqtələr qoymuşam. İddia olunur ki, pullarını Bərdə rayonunda olan bir blogerə xərcləyib. Mən dırnaq içində də yazmışam ki, möhtərizədə. Yəqin kişidir. Başlığı belə qoymuşam da, yəni başlıq bundan ibarətdir. Facebook səhifəmə girib Sara Səfurova səhifəsinə oxuya bilərsiniz. Yəni mən eşitdiyim xəbərə öz münasibətimi bildirdim. Çünki mənə dedilər ki, Sara xanım, hadisə başqa cürdür. Dedim, necədir? Dedi, qətlə yetirilən xanım, mən adını deməyəcəm. Qətlə yetirilən xanım ərinin müavinətini alır. Bərdə rayonunda bir blogeri var, kişi, oğlan. Qəpiyinə qədər hədiyyə və jeton formasında ona xərcləyir. Şəhid atası gəlini qətlə yetirib. İki uşaq anası olan qadının qətli ilə bağlı saysız suallar yaradıb. Niyə, nə üçün? Fərqli cavablar gəlir. Düşünürüm, hələ çox suallar yaranacaq. Təbii ki, mən yazmışam bunları. Belə məqamlarda böhtan, şər birinci düşünülür. Böhtan varsa qadınlar qətlə yetiriləndə, həmişə belə olur da, qətlə yetiriləndə əxlaqla bağlı, namusla bağlı bəzi yox, çox ifadələr işlədilir. Amma tez tələsik və bir kişi tapıb qadının adının yanına qoyurlar ki, yəni bununla bunun əlaqələri var. Əlaqələri olub, intim münasibətdə olarkən videoları çəkilir, spirtli içki qəbul edərkən görənlər olub. Belə fikirlər bəzən söylənilir. Bu və digər formada şər, böhtanlar olur. Hələ ki, qətlə yetirilən gəlinin əxlaqı hallandıran yox əxlaqını. Hələ ki, qadının əxlaqından heç kim heç nə danışmır ki, məsələn, əxlaqsız olub, hansısa bir hansısa bir kişi ilə görüşüb eləyib. Yəni, bu açıqlamalar yoxdur. Yəni, mən özüm deyirəm, şükürlər olsun ki, bu yaxşı haldır. Qaynatanın gəlini qətlə yetirilməsi də bir başqa sual və cavablar yaradıb. Açıqlamalara görə ayrı yaşayır qadın. O gəlin, qətlə yetirilən gəlin. Uşaqlarına nənəsi baxırmış. Yəni, nənəsi, şəhidin anası. Ana arada uşaqlarını görməyə gəlirmiş. Yəni, qətlə yetirilən qadın. Şəhidin anası, atası onlara verilən müavinətdən imtina ediblər. Hamısını gəlinə yönəldilir. O yaxşı dolansın, maddi sıxıntısı olmasın. Alsın, gözəl geyinsin. Təbii ki, bu məqsədlə bütövlükdə müavinəti onlara çatan müavinətini gəlinə veriblər ki, sən al, istifadə edirlər. Bəli, amma qarşı tərəfin müsahibəsini dinlədim. Şəhidin pulu yatırılan şəxsi bank kartına görə daima gəlinlə qaynana arasında mübahisələr olunmuş. Yəni, qadının kartına pul yatırılır həmişə. Ona görə də qaynata ondan dava edilmiş ki, mübahisələr olunur. İddia olunur ki, ata-ana kartı geri almaq istəyiblər. Hələ ki, kart əsas kimi hallanır. Başqa nələrsə deyilmədiyi üçün deyirəm. Qətlə yetirilən gəlin imtina etdiyi üçün qaynata bu cinayəti törədib. Yəni, deyib, pulu, bizim pulumuzu, bizə çatası pulu bizə qaytar. Deyir, güya gəlin imtina etdiyinə görə qaynata bu cinayəti törədib. Məhz onu güdüb bir gün ərzində onlara gələndə liftə, təbii ki, o liftə giriş olub. Liftin də deyilənə görə qapıları gec bağlandığından qaynata həmən liftə girib və orada gəlini qətlə yetirib. Qətldən sonra bank kartını götürərək hadisə yerindən uzaqlaşıb qaynata. Düşünürəm, təbii ki, mən düşünürəm ki, bank kartı həmin qaynatanın yadında olub. Uzağa gedə bilməyəcəyini bildiyi halda kart onun nəyinə lazımdır? Mən suallar verirəm. Bəziləri iddia edir ki,
Qətlə yetirilən xanım pullarını Bərdər rayonunda olan bir blogerə xərcləyirmiş. Jeton hədiyyə formasında daima ona bahalı hədiyyələr atırmış. Şəhidin qan pulları hansısa petuxa xərclənib. Qaynatası bu xəbəri eşitdikdən sonra hamımızın bildiyi hadisə baş verib. Təbii araşdırmalar bunu deyəcək son anda. Doğrudanmı? Üzr istəyirəm ifadəmə görə bu cinsi azlıqlara, bu petuxlara, bu geylərə niyə görə bizim qadınlarımız pul xərcləyir? Təbii ki, bunun açıqlamasını hüquq mühafizə orqanlarımız araşdırmadan sonra cavab verəcək.